Peyğəmbər salavatullahın mübarək kəlamı sizdən ilk soruşulacaq şey sizin namazınızdır. Peyğəmbər əleyhissalamın da hədisindəki bəzi terminlər çox diqqət çəkicidir. Qur'an-ı Kərimlə müqayisə etdikdə görürük ki, o kəlmələr hansı məna yükünə sahibdir. Hədisdə, yəni kimin namazı doğru olsa, əfləhə və əncəhə, nicat tapacaq, müvəffəqiyyət əldə edəcək. Amma biz bu terminin məna dərinliklərinə baxanda görürük ki, əslində əfləhə bir şəxsin tarlanı yaxşı əkin vəziyyətinə gətirməsi üçün çalışmasına deyərlər. Bu Sovet dövründə də fəllah sözü kolxozçu mənası kimi tərcümə edilirdi dilimizə. Elə kolxozçu yəni nə idi? Kolxozçu tarlanı münbit bir vəziyyətə gətirir, yaxşı əkin əkir və əkin üçün bütün şəraiti yaratdığı üçün onun tarlasının məhsulu bol olacaq. Əfləhə hədisdə də bu mənada istifadə edilib. Yəni hər kəs namazını yaxşıca qılsa, onun namazında fəsad olmasa, o əkinçiyə bənzəyir ki, yaxşıca vaxtında tarlasını belləyib, şumlayıb, sulayıb və yaxşıca məhsul götürəcəkdir. Yəni namazı yaxşı olan müsəlmanın qiyamətin günündə, axirət dünyasında yaxşıca savablar əldə edəcəyi və günahları bağışlanacağı şübhəsizdir. Hədisin ikinci hissəsində və in fəsədət fəqad xabə və xasirə. Peyğəmbər buyurur ki, əgər namazı fəsadlı olsa, demir namaz qılmasa, namazı fəsadlı olsa, və in fəsədət, yəni namazı alayarımçıq olsa, namazı problemli olsa, mükəmməl olmasa, nə olacaq? Deyir, xabə və xasirə. Zahirən tərcümə edirik ki, zərər çəkəcək, ziyana uğrayacaq. Amma Qur'an-ı Kərim terminologiyasına baxdıqda biz görürük ki, xabənin özünə məxsus lüğəvi mənaları vardır. O mənalardan biri budur ki, məsələn, xabə, xeybətur racul formasında işləndikdə zəhməti boşa getmək, ümidi kəsilmək, ziyana düşmək, hədəfə çatmamaq kimi mənalar ifadə edir. Deməli, qıldığın namazı normal şəkildə, əmr olunduğu şəkildə qılmırsansa, sənin zəhmətin boşa getmiş olur, sənin ümidlərin puça çıxmış olur və sən nəticədə ziyana düşmüş olursan. Xabənin məna çalarlarından biri məhz bu idi.